Tamam. Bugün greedy suallara baxacaq. Greedy sorting tipli. Aha. Ə, Greedy-də əslində elə bir mövzudur ki, spesifik bir yol yoxdur hər bir məsələni həll etməyin. Sadəcə greedy fikirləşmə yoldur. Ona görə sadəcə məsələlər üstünə baxacağıq. Bu kontekstdə paylaşacağam sizdən sonra. Bu kontekstdən bir neçə məsələyə baxacağıq. Birinci F-dən başlayaq. İndi yaxşı olaraq kəsin bunların Azərbaycanca şərtlər də olsun. Tamam. Sonradan əlavə edərəm onları. Hələ yoxdur. Tamam, məsəl üçün ən sadə tipli greedy-dən başlayaq da. Bunu məncə siz özünüz də fikirləşə bilərsiniz. Amma greedy ideya var. B olur çox vaxt. Tamam, nə deyir burada? Deyir ki, bizdə n dənə monster var və hər birində canı var. Və biz iki tip atak eləyə bilərik. İki dənə move eləyə bilərik, belə deyək. Birinci öz atakımız var. Hansısa bir monsterın canını götürüb bir vahid azalda bilirik. İkincisi isə special move-dur. Special move nə eləyir? Hansısa monster seçirik və onun canını sıfır eləyirik. Yəni birbaşa öldürürük. Okay, monsterın canı əlbəttə sıfıra düşəndə ölür. Bizim məqsəd bütün monsterları öldürməkdir və deyir ki, biz ən çox K dənə bu special move-dan eləyə bilərik. Yəni monsterın canı sıfıra salan move-dan ən çox K dənə eləyə bilərik. Məsəl üçün burada nə deyir? Bu test case-ə baxsaq, 3 dənə monster var, canları 4, 1, 5-dir və bizim bir dənə special move-umuz var. Burada yaxşı olar ki, special move-u işlədək bu canı 5 olanın üstündə və onun canı sıfıra düşəcək, bu öləcək və yerdə qalır canı 4 olan, bir də canı 1 olan monsterlar. Biz də bunları bir-bir vurub öldürə bilərik və canı 4 olanı öldürməyə 4 move keçəcək. Olacaq. Canı 1 olanı öldürməkdir. 1 move. Ümumilikdə 5 move. Bəli. Ekranımız görünmüyor. Ekran görünmür. Okay, bir dənə təzədən şey elədim. Okay. Hətta burada 4 move, 1 move, ümumilikdə 5 move çəkdi. İkinci test case-də bizə 9 dənə special move verib. Yəni hamısını üstündə special move işlədib öldürə bilərik. Burada special move verməyib. Gərək hamısını bir-bir vuraq deyə ümumi bu qədər öldürəcək. Burada da görünür ki, biz birinci special move-ları işlədiriksə, əlbəttə məntiq olar ki, həmişə ən böyüyünün üstündə işlədək də, ən çox can olanı öldürək. Çünki yoxsa onu bir-bir vurub azalmaq daha çox vaxt aparacaq. Greedy fikirləşmək oldu belədir. Yəni çox vaxt ya ən böyük elementə baxırıq ya da ən kiçik elementə baxırıq. Yəni əsasən hal-hazırda olduğumuz situasiyadan ən optimalını seçirik greedy-də. Ən optimal seçib belə cavabı yavaş-yavaş qururuq. Yəni indi alqoritm nə olacaq? Təbii burada test case biraz dəyişdirək. 9 olmasın bu. 9 çoxdur. Təbii olsun nə bilim 4. İndi alqoritm nə oldu? Bizdə indi canlar var. Canlardan həmişə götürüb ən böyük 4 dənəsini silmək istəyirəm. Və yerdə qalanların cəmi olacaq da mənim onun cavabım, Onu nə edə bilərəm? Sadəcə sort edə bilərəm bu array'i. Sort etsəm 2, 3, 3, 4, 6, 7, 8, 9. Mənim 4 dənə special move-um varsa, artıq belə görürsən ki, ən böyükləri də axıra düşdü, axı sort edəndən sonra. Burada ən böyük 4 dənəsini götürüb bunları üstündə special move deyə bilərəm və yerə qalacaq 2, 3, 3, 4 və bunların cəmi bizdə olabildiyincə kiçik olur, yəni olabildiyincə az move işləmiş olacaq. Belə. Okay, bu yəqin ki, ən sadə greedy məsələlərdən idi. Sadəcə sort deyib, ən böyük K dənəsini ignorlayıb yerdə qalanlarını götürmək. İndi kodu da sadədir. Kodun yazmamışam, amma gəlin indi göstərim kodunu. N olur bizdə, K olur. Bu arada ümid edirəm bu template-ı başa düşə bilirsiniz. Əgər template çətinsə
birbaşa main içərisinə yaza bilərəm. Yəni hazır bu kodlar nə edir? Hazırda başa düşürsüz. Template. Kim başa düşmürsə deyə bilər. Okey. Yaxşı. Tamam. Enka götürdük. Array'mizi də götürürük. Vektor kimi də götürə bilərik. Array kimi də götürə bilərik. Cəmi V deyək. Sonra input'u aldıq. Sonra sort elədik. V.begin, V.end. Və sonra isə burada bir cavabımızı götürək. Dedik ki, ən axırıncı K dəyəsini ignorlamaq lazımdır və yerdə qalanların cəmi bizim cavabımız olacaq. Ona görə for aça bilərik n çıxı K-ya qədər və cəmləyə bilərik. V eyni. Axırda siyahı hazır. Okay, belə. Test case yoxdur bu məsələdə. Öncəli T bərabərdir 1. Tamam, indi bunu çalıştırsaq. Dəqiqə. Test case yəni simmetdən çıxdı. Okey, hə. Burada məsəl üçün 5 alınır. Buna baxsaq 0 alınır. Burada okey. Burada mənfi nəticə verir. Bu çünki overflow oldu deyərdi. Define int long yaddan çıxıb. Nə oldu? Define int al. Burada sign demək lazımdır. Belə. Kod əsasən belədir. Yəni templatesız olsa belə main içərisinə bunu yaza bilərsiniz də. Tamam, bu warm-up üçün bir şeydir. Kimsə sual var. Tamam, yoxsa keçək indi növbəti baxacağımız məsələ, Y məsələsi. İndi artıq sorting haqqında biraz danışım. Sorting elə bildiyimiz sort funksiyası var. Artan sıranın sortlayır rəqəmləri. Amma ki biz başqa cürdə sort edə bilərik. İstədiyimiz əslində sıranın sort edə bilərik. Prosta bunu yazmaq lazımdır. Məsəl üçün bu məsələyə baxaq. Bu məsələ nə deyir? Deyir ki, bizdə n dənə restoran var. Hər bir restoranın öz adı var. Ya adı yox. Hansı şəhərdə olduğu var və bir də hər bir restoranın şey var, skoru var. 0-dan 100-ə qədər. Skor var. Və heç iki dənə restoranın heç vaxt eyni skoru yoxdur, onu da deyir bizə. Və biz restoranları bu sıranın sort etmək istəyirik. İlk öncə adlarının leksikoqrafik sırası ilə sort olunsun, onu istəyirik. Sonra isə əgər bir şəhərdə bir neçə restoran varsa, onları istəyirik ki, skorlarına görə azalan sıranı sortlayaq. Məsəl üçün buna baxaq. Bu case-də necə sortlanacaq? Deməli, leksikoqrafik sırada birinci deyəcəm ki, K. Yəni baxın burada necə? Birinci bunu qoyur Kazan, çünki Kazan digər şəhərlərə baxmış daha kiçik leksikoqrafik sırada və skorda 50-dir. Sonra ikinci Kazanı qoyur. Necə birinci bu Kazan, sonra bu Kazan qoyur? Çünki adları eyni olanları biz skorlarına görə sort etməliyik. Skorlarına görə tərsinə sort etməliyik. Okay. Sonra burada nəyə verib sonra bir sonra altıncısını verib, yəni bunu 40, sonra bunu verib. Bunların adları eynidir, amma ki skoru çoxlandı birinci verib.
Yəni belə bu sıradan sort etməliyik. Axırda da sadəcə orderin verməliyik ki, hansı sıradan sortladır. Prosta rəqəmlərlə də, yəni tutaq ki, burada birinci, üçüncünü qoyduq, sonra ikinci olaraq dördüncü restoranı qoyduq, sonra altıncısını qoyduq. Okay, belə. Yaxşı, bunu həll etmək üçün gərək sortda komparatorları bilmək lazımdır. İndi deyim komparatorlar nədir? Tutaq ki, bizim bir dənə vektorumuz var. Prosta rəqəmlərlə doldururam. Sort v.begin v.end. Sonra gəlin çıxışa verək prosta. İçərisində nə yazılıb. Həmin məsələnin həllinə hələ ki baxmırıq. Yəni komparatorlara deyim, ondan sonra baxacaq. Aha. Komparator nədir? Biz tutaq ki, bu vektoru normal sort eləmək istəmirik. Özümüzün verdiyi bir sıra var, ona uyğun sort eləmək istəyirsə, onda komparatordan istifadə edirik. Komparator bizdə bir funksiya olacaq və true false qaytarır. İndi deyəcəm nəyə əsasən true false qaytarır. Hə. Bu komparator funksiyasını sonra burada üçüncü arqument olaraq sorta verə bilərik. Okay, komparator funksiyası deməli true false qaytarır və içərisində də 2 dənə ədəd alacaq. Yəni tutaq ki, AB ədədi. Aha. Bu AB ədədi qaytarır və prosta elə fikirləşin ki, sırada A ədədi birinci gəlib, B ədədi də sonra gəlib. Və bizə bu qaytaracaq ki, bu A ədədinin birinci gəlməyi və B ədədinin sonra gəlməyi düzgün sıradır, yoxsa yox. Ona görə true false qaytarır. Məsəl üçün, normalda adi sortda belə bir şey qaytarmalıyıq. A kiçikdir B. Çünki A birinci sonra B gəlibsə, bunun düzgün sıra olmağı üçün A gərək kiçikdir B olsun. Yəni normal sortda, yəni artan sıranı sort ediriksə belə olmalıdır, hə? Ona görə return A kiçikdir B eləyə bilərik. Belə olanda görürsünüzsə burada verdiyim ədədləri artan sıranı sortladı. Hə. Amma mən tutaq ki, tərsən sort etmək istəyirəmsə, tutaq ki, istəyirəm azalan sıranı sort edək. Azalan sıranı sort etmək istəyirəmsə, onda mən bu kiçiyi dəyişdirə bilərəm böyüyə. İndi necə olacaq? İndi A B-dən daha əvvəl gəlibsə, onun düz olma halı belədir, yəni. Yəni A əgər böyükdürsə B, yəni A daha əvvəl gəlibdir, o daha böyük olsa B-dən, onda deməli düz sıradır bu. Amma A böyük olmasa B-də, onda deməli səhvdir. Yəni burada return false eləyəcək. Əgər böyüksə return true eləyəcək. İndi bunu bir də yoxlasaq. Hə. Burada belə bir şey qaytardı. Yəni tərsən sortladı. Belə. Yəni biz burada prosta sıranı deyirik ki, necə sortlasın. Yəni, birinci verilən buradakı element daha əvvəl gəlib, ikinci verilən element isə daha sonra gəlib. Və bu arada buralarda int yazmağımızın səbəbi odur ki, yəni int b yazmağımızın səbəbi odur ki, bizim burada vektorumuz intdir. Əgər başqa cür olsaydı, yəni double falan olsaydı, səhv olacaqdı. Okay, əgər şey deyir, burada double'ı çevirir intə, ona görə burada yəni işləyir, amma bilmirəm, bura başqa nə qoymaq olar. Yəni sadəcə əgər tutaq ki, string vektorum olsaydı, buradakı indi string deyil, amma string vektorum olsaydı, mən bura int b yaza bilməzdim. Okay, string A, string B yazardım. Hə. İndi qayıdaq bu məsələnin sortinginə. Bu məsələ nədir? Burada indi bizim hər bir element nə bir ədəddir, nə ki bir stringdir. Həmişə iki dənə şeydən ibarətdir bizim hər bir element. Bir dənə string, bir dənə ədəd. Bunu yaxşı necə saxlamaq olar? Əgər pair-dən istifadə edə bilərik burada. Pair string int olsun. Gəlin də məsələyə baxaq. Pair string int götürək. Və indi inputdan alaq onları. N dənə bu arada götürəcəm. v.first v.second. Okay. Inputdan aldıq. İndi prosta sort eləyəcəm mən bunu. Prosta indi düzdür, burada çıxışda bizdən hansısa bir yəni birinci hansı element gəldi falan onu istəyir. Biz onu burada eləmirik hal-hazırda. Amma gəlin sadəcə özümüz sort eləməyə çalışaq. Zaten lazım olacaq. Sort
v.begin, v.end. Bir də bu komparator verirəm. Hə. Komparator həmişə o heç boolean qaytarır. İndi burada int yerinə mən nə yazmalıyam? Mən vektorum nə tutursa onu yazacağam. Yəni pair of string bir də int. Pair of string and int. Aha. İndi A ilə B-ni necə sortlayaq? İndi bizə baxaq da indi hansı qaydanla sort etmək lazımdır. Okay. Yəni dediyim kimi də simple o vaxt true qaytaracaq ki, əgər A-nı A ədədinin burada A elementinin burada B elementindən daha əvvəl gəlməyi okeydirsə, onda true qaytaracaq. Simple. Yəni komparator. Bu arada adın mütləq simple qoymalı deyil, yəni istədiyim şey qoya bilərik. Prosta komparatorla deyiləm, mən simple qoydum. Tamam. İndi qaydalara baxsaq, birinci deyir ki, adların leksikoqrafik sırasından sort edirik. Amma əgər adlar eynidirsə, onda artıq skorun tərsəsindən sort edirik. Okay, indi onda birinci yoxlayaq adlar eynidir yoxsa yox. Yəni A.first bərabərsə B.first-də. Yəni şey deyək, bərabər deyilsə, adlar bərabər deyilsə bir-birlərinə, onda mən bunu leksikoqrafik sıra ilə sort etməliyəm də. Yəni A-nın oradakı stringi, yəni A-nın adı B-nin adından daha əvvəl daha kiçik olmalıdır. Yəni burada return eləyə bilərəm. A.first kiçikdir B.first. Okay. Yəni A-nın adı daha kiçik olsa B-nin adından onu true. First yəni ki birinci. Aha birinci. Yəni burada aldığımız string var idi. Bunlar birincilərdir. Bu da ikincidir. A.first kiçikdir B.first. Belə. Amma əgər adlar eynidirsə, artıq mən burada ikinci nə deyirdi? Deyir ki, skorun azan sırasına sort etməliyəm. Burada return eləyə bilərəm prosta. A.second bu səfər böyükdür B.second. Çünki okey olması üçün A-nın gərək skoru daha böyük olsun B-nin skorunun. Belə. Okay. Dəqiqə nə oldu? Undeclared identifier end. Eni də burada almamışım. Gəlin indi bir də çıxışa da verək bunları. Bütün pairlərin üstündən keçək. Sonra siyah P.first, P.second. Okay, görürsə düz verir. Burada kazan 50, kazan 35. Mesela buradakı sıranı verdi. Prosta indi biz tapmalıyıq. Hər biri neçəncidir? Kazan 50 bu sırada neçəncidir? Kazan 35 bu sırada neçəncidir? Onu bir dənə tapmaq lazımdır. Onu necə tapmaq olar? Müəllim, bəs sizdə o çalışmalar necə var? Bizdə yoxdur. Bu çalışmalar sizinlə paylaşacağım. Qoymamışam. Sizdə üçün Vicaz qrupu var da, hə? Görürsüz. Bəli. Mən hələ həmin Vicaz qrupu yoxam. Ancaq əlavə edəcəm ora. Okay. Belə. İndi belə sort edib, prosta hər birinin neçənci olduğunu tapmaq o var. Onu necə tapmaq olar? Çox yolu var əslində. Bir adi map eləyə bilərik əslində burada. Belə baxanda. Hər bir elementi mapləyək ki, sırada neçənci gəlir. Yəqin ki, eyni element yoxdur da heç vaxt. Yəni burada deyir eyni element yoxdur. P bərabər deyil PJ, o demək ki, eyni element yoxdur. Ancaq prosta bir dənə map götürə bilərik. String int. String inti mapləyək neçənci olduğuna. Burada index mapləyək. Belə bir şey olacaq. Index VI bərabərdir i-yə. Elementi maplədik neçənci olduğuna. Əgər burada i plus 1-ə mapləyək, çünki məsələdə birdən indekslənir. Prosta indi sortlayandan sonra da çıxışa verəndə baxıram ki, bu P elementi sırada neçəncidir. O da index P ilə baxıram.
P 3 4 6 1 5 2. Burada 19 8. Yəqin ki düzdür. İstəsək şey də eləyə bilərdik əslində. Bu pair yerinə burada bir dənə də pair götürüb indeksi də yəni elementin özünün içərisində bir də indeksin özünə saxlamaq olardı. Sonra sortlayanda o itmirdilər bir indeksi oradan götürə bilərdik. Amma nəsə maplə də okeydir, yəni maplə də işləyir. Tamam. Bunu submit deyə bilirəm, artıq kodur sualdısa. Aha. Submit failed. Tamam, submit fail olsa belə qalsın orada. Hələ ki. Tamam, bu komparatorlar. Bir də burada komparatordan sual olmalıdır. Bir neçə dənə də var sual burada komparatordan. Məsəl üçün buna baxaq. Sual nədir? Deyir n dənə string verib. Okay, every single string that can place before it. Okay. Deyir ki, bizə stringlər verib. Biz bu stringləri elə sıralamalıyıq ki, yəni özümüz istədiyimiz kimi sırasını dəyişə bilirik stringlərin. Elə sıralamalıyıq ki, məsəl üçün sıralayandan sonra baxaq. Hər bir string üçün özündən əvvəl gələn stringlər hamısı bu stringin substringi olsun. Substring nədir? Substring prosta hansısa bir stringin aralığıdır. Yəni, Müəllim, bəs substring nədir? substring tutaq hansısa bir stringin aralığıdır. Məsəl üçün bu stringə baxsaq, burada aca bu stringin substringidir. Sonra baca bu stringin substringidir. Yəni istənilən bir aralıq, hansısa bir aralığa baxsaq, bu stringin substringi aralıq. Yəni basically bizə deyir ki, hər bir string üçün indi əvvəlki gələn stringlərin hamısı bunun substringi olsun. Yəni məsəl üçün B-ya baxsaq, B-dan əvvəl bir dənə A gəlib. A B-nın substringidir də, ona görə okeydir. Sonra A-ya baxaq. Burada B A-nın substringidir, A da A-nın substringidir. Ona görə deyəndə düzdür. A-ya baxsaq, A hələ A-nın stringidir, substringidir. B A-nın substringidir, A da A-nın substringidir. Axırıncı stringimiz də budur. İndi əvvəlkilərə baxsaq, A, B, A, bunların hamısı bu axırıncı stringin substringi olacaq. Substringidir. Ona görə burada yes-dir. Yəni elə sıralaya bilmişik. Substring nə ki? Substring dediyim kimi bir aralıqdır. Stringin aralığı. Yəni burada məsəl üçün axırıncı stringin substringi deyəndə tutaq ki, A-ya baxsaq, A axırıncı stringin substringidir. Çünki bu stringdə A aralığı var hələ ki. A olan aralığı var. Sonra B da bunun substringidir. Çünki burada da B var içərisində bunun. Sonra buna baxsa burada da A var içərisində. Belə. Bəzən sıralamaq olmur. Məsəl üçün burada necə sıralayırıqsa sıralayaq. Alınmayacaq axırı. Tamam. Belə. Substring yəni aydındır. Evet, substring. Hansısa bir aralıq. Stringin aralığı substring sayılır. Elə sıralamalıyıq ki, hər əvvəl gələn string özündən gələn sonrakıların substringi olsun. Elə çıxır məsələdə. Tamam, bunu indi necə həll etmək olar? Yenə də bu sorting məsələsi olacaq, amma sizə nəyə görə sort eləsək, bu şərt təxmini ödənə bilər. Nəyə görə sort eləmək lazımdır? Okey, belə bir şey baxa bilərik. Tutaq ki, məndə bir dənə böyük string var.
Tutaq ki, stringin indi şeyləri yazmıram. Tutaq ki, bax 5 dənə hərfdən ibarət bir string var. Bir də mənim 3 dənə hərfdən ibarət stringim var. Okay. Sizcə bu 5 dənə stringdən ibarət 5 dənə hərfdən ibarət string 3 dənə hərfdən ibarət olan stringin substringi ola bilər yoxsa yox? Əlbəttə ola bilməz də ya. Çünki bu daha uzundur. 5 uzunluğunda substring ola bilməz ki, burada 3 uzunluğunda substringin hansı bir aralığıdır. Yəni, ola bilməz çünki çox böyükdür 5 uzunluğundakı. Okay. Hə. 5 uzunluğu çox böyükdür. Ona görə o heç daha kiçik uzunluqların substringi ola bilməz. Onda buradan elə çıxır ki, biz bu stringləri nəyə görə sort etməliyik? Uzunluqlarına görə. Uzunluqlarına görə sort eləsək, ancaq bu şərt ödənə bilər. Yəni bir növbətlərin hamısının substring olmaq şərti ancaq o vaxt ödənə bilər. Ona görə bir dəfə uzunluqlarına görə sort edirik. Sonra da bir dəfə çekləsək elə bəsdir. Aha. Fərid, Kobe'ga bakın. nəyə baxasan? Mən tam eşitmədim bax nə dedin. Orada yazılıdır Ferdi programı. Substring stringi aralığıydı. Aralıqdır, hə. Evet. Stringin aralığıdır. Ona görə də daha böyük bir string, daha uzun bir string, daha kiçik bir stringin aralığı ola bilməz deyə biz bunları uzunluqlarına görə sort etməliyik. Uzunluqlarına görə sort edəndən sonra isə yenə də cavab olmaya bilər. Məsəl üçün bu hala baxsaq, bunu uzunluğuna görə sort edəndə nə olur? Birinci A olur. Birinci A olur. Sonra B, sonra AB, sonra da bu. Okay. Və uzunluğa görə sort edəndə belə görə bilərik ki, burada 5-ci qoyduğumuz string nədir? Budur. 4-cü qoyduğumuz string budur. ABAP bu 5-ci qoyduğumuz stringin substringi olaraq yoxdur. Ona görə də məsələn, yəni impossible, yəni səhvdir bu. Bu sırada ödənmir. Və biz dedik ki, başqa cür sırada ödənməyəcək. Yəni ödənsə ancaq uzunluğuna görə sort edəndən sonra ödənər. Və bu şəkildə belə ödənmirsə, onda heç cavab yoxdur. Cavab noldur. Onda biz stringləri ilk öncə sortlamalıyıq uzunluqlarına görə. İndi onun üçün də komparator təzədən yazmaq lazımdır. String s yəni burada təzədən vektoru götürə bilərik, array götürə bilərik, fərqi yoxdur. İkisində də onsuz da işləyir komparator. Gəlin vektor götürək. Sort s.begin s.end burada da komparator. Komparatoru yuxarıda qayardıq. Boolean cmp 2 dənə string var bu səfər. Çünki stringləri sort edirik. Və prosta dedik ki, string A-nın string B-dən okey olması üçün nə olmalıdır? String A-nın uzunluğu daha kiçik olmalıdır. Ona görə biz burada return A.size kiçikdir B.size deyəcəyik. Okay. Və onu sortlayacaq stringi size-a görə da istəsək çıxışa da verə bilərik. Amma gəlin elə verməyək. İndi cavabın okey olub olmadığını yoxlamaq lazımdır. Boolean götürək. Bir də cavab. Benim bunu niye götürürüm? Necə? Bu. Boolean niyə götürürük? Answer'ı. Bəli. Çünki cavab ya yes olacaq ya da no olacaq. Yəni onu saxlamaq istəyirəm hal-hazırda. Yəni yes ya da no. Yəni prosta cavab yəni həmişə uzunluğuna görə sort edib çıxışa vermək işləmir də. Məsəl üçün bu hala baxsaq, elə sortlayandan sonra bu 4-cü qoyduğumuz stringlə, yəni ababla 5-ci qoyduğumuz stringdə problem yaranırdı. Çünki bu 4-cü string 5-cinin substringi olaraq yoxdur. Substringi deyil. Ona görə problem. Biz də onu indi çekləməliyik. İlk başda answer'ı true götürürəm, yəni cavabı yes olaraq götürürəm. Amma indi çekləyirəm.
Çekləmə prosesini necə eləyə bilərəm? Çekləmə prosesi prosta gedib bütün sırada cütlüklərə baxa bilərəm, bütün pairlərə baxa bilərəm və prosta biri digərinin substringi olub olmadığını yoxlaya bilərəm. So. Və bunun tam kompleks çox da pis deyil. Yəni tam kompleksini deyərəm. Okay. Burada şey olacaq. Ha, indi bütün pairlərin üstünə keçirəm. Və burada bu arada i daha əvvəl gələn pairdir. Çünki for-u elə yazmışam ki, i-dən başlamışam 0-dan, j-ni isə i plus 1-dən başlamışam. Yəni j həmişə i-dən sonra gələcək belə olanda. Ha, indi burada bütün pairlərə baxanda i daha əvvəl gəlibsə j-dir. İndi mən yoxlamalıyam ki, bu i stringi j-nin substringidir yoxsa yox. Ona da necə yoxlamaq olar? Əslində stringin find funksiyası var. Find funksiyasından mən bilən yoxlamaq olmalıdır. S.find sj əgər bərabər deyilsə -1-ə, yəni tapa bildirsə nəsə heç nə. Amma əgər bərabərsə -1-ə, onda answer bərabərdir false olur. Okay. Answer false yəni ki cavab səhv. Aha, hə. Burada tərs yazdım. sj.find. Yəni bir SC stringini SJ-nin içərisində axtarmaq lazımdır. Çünki i daha əvvəl gəlib. Okay. Yəni ona görə belə yazmalıyıq. Axırda answer bərabər false. Heç nə axırda yoxlayacaq ki, hətta buradan sonra break də eləmək olar. Yəni dayana bilərik. Çünki answerın false olduğunu tapdıqda yoxlamağın mənası yoxdur. Düzü sonradan bu for dayandırmırıq deyə davam edəcək. Məsələn fərqi yoxdur çox da. Nəysə indi əgər answerdırsa onda siyah yesləyəcəyik. Və sonra tapdığımız stringləri prosta sıradan çıxışa biləcəyik. Burada siyah A sırasını çıxışa biləcəyik. Əks halda siyah 0 eləyəcəyik burada. Okay. Buna baxaq. Yes. Burada hamısını içədən verməliyik. Neyse. Okay, yes. Sonra sort sırada verdi. Bunu yoxlasaq. No. Bunu yoxlasaq. Yes. Belə. İndi nə oldu alqoritem? Heç nə sortladıq uzunluqlarına görə və sonra bu hissədə də çəkildi ki, yəni şərtləri ödəyir yoxsa yox. Yəni əvvəl gələn string, növbəti gələn stringlərin hamısının substringidir yoxsa yox. Substringi çəkləmək üçün də find funksiyasından istifadə edirik. Okay. Ümid edirəm string yəni find funksiyasını bilirsiniz. Ən azından bir hərfi tapmaq üçün falan bilirsiniz. Hərf versən, hərf hansı indeksdə də onu qaytarır sizə. Amma biz string də verə bilərik və bizə qaytaracaq ki, bu substring, bu string hansı indeksdən sonra başlayır. Məsəl üçün bu stringin üstünə find funksiyasını çağırsaq və find-a abanı versək, bu stringdə abanı axtaracaq və abanı gördüyü ilk indeksi bizə çıxışa verəcək. Yəni 0-ı çıxışa verəcək burada məsəl üçün. Çıxışa verəcəyini qaytaracaq funksiyadır. Bizə qaytaracaq onu. Belə. Sualım var. Həm kodu ümumi izah edə bilərsiniz bir də. Hə, tamam. String vektoru yaratdım n dənə string götürdüm. Input aldım stringləri. Sonra sort elədim. Və burada xüsusi komparator verdim ki, bu komparatora əsasən sort eləsin. Begin yəni ki başlayır amma end-də bitir. Aha, hə. Begin elədi. Okay, komparator verdim ki, uzunluğa görə sort eləsin. Mənim səsimi tam edə bilmirəm. Hansısa bir ses mane olur eşitməyimə. Necə? Mənim başqa hansısa bir ses mane olur. Mən eşidə bilmirəm. Sən mikrofondan gəlir. Tamam, onu mutadım. Okay. Hə. Komparator vermişəm ki, uzunluğa görə sortləsin və komparatorda necə işləyirdi? AB verirdim. A daha əvvəl gələn kimi fərzləyək. B də daha sonra gələn kimi fərzləyək. A-nın daha əvvəl gəlməsi B-dən okeydir yoxsa yox? Yəni düzdür yoxsa yox? Onu qaytarır. O da A-nın B-dən əvvəl gəlməyi o vaxt düzdür ki, A-nın sayzı daha kiçik olsun B-nin sayzından.
Ona görə return unlinked size, benefit size. Kiçikli benefit size. Belə eləyəndə artıq uzunluqların artan sırasını sortladıq. Aha, bundan sonra indi cavabımız bu ola bilər. Yəni cavabımız yes olsa cavab budur, hə. Stringlərin sırası belədir. Amma bu olmaya da bilər də. Ona görə bir dəfə gedib yoxlamalıyıq. Və burada iç-içə keçən forla getmişəm bütün pairlərə baxmışam. Yəni bütün cütlüklərə baxmışam ki, şərt ödənir yoxsa yox. Hə. Bir şərtin ödənməsi üçün də əvvəl gələn bir string, sonrakı gələn stringlərin hamısının substringi olmalıdır. Onu da belə yazmışam. Əvvəl gələn stringi burada looplamışam. Tutaq ki, əvvəl gələn stringim i-dir. Sonra i-dən sonra gələn stringləri looplamışam. Burada i+1-dən başlayıb axıracan gedirəm. Və sonra yoxlayıram ki, prosta bu j stringinin içərisində bu i stringi varmı, yoxsa yox? Yəni substring olaraq var, yoxsa yox? Əgər Müəllim, next find nə deməkdir? find burada verdiyim stringi gedir digər stringin içərisində tapır. Məsəl üçün dedim. Tutaq ki, fərz edək, mənim bir stringim budur, digər stringim budur. Mən bu stringin içərisində find elədim bunu. Okay. Mən bu stringin içərisində find eləyəndə bunu götürüb nə eləyəcək? Abab stringinin ilk harda görüb onu tapacaq. Abab stringini görə bilər ki, burada bir dənə abab stringi var. Gedib bunu tapır, ababı. Və hansı indeksdə tapıbsa onu qaytarır. Məsəl üçün bu example-da 0, 1, 2, 3, 4 indeksini qaytaracaq bizə. 4 qaytaracaq. Əgər tapa bilməsə, ondan -1 qaytaracaq. Find funksiyası. Oldu. Mən də Anladım mən. tamam. Mən farklı eləyəcəyik bu video bugün. Recording gedir videonun yanında. Recording var. Ali. Müəllim, olar mən saat 10:30-da çıxım, çünki mənim bir dənə də dərsim var. Saat 11-də hazırlaşım. Tamam. Olur. Çox sağ olun. Mənim dərsi fasilələr eləyirsiniz. Heç də bilmədiyim şey. Fasilə mən planlamamışdım düzü. İstəsəz yəni eləyə bilərik bir 5 dəqiqə, 10 dəqiqə, nə qədər olsun. Nə qədər lazımsa sonradan davam eləyə bilərik. Bir dəqiqə. Yəni zaten dərs təxminən saat yarım ya da 2 saat arasında keçir deyə fasilə bilmirəm, istəyirsinizsə eləyə bilərik. Ortasında 5-10 dəqiqə. Yaxşı. Bir dənə məsələyə baxaq məncə, ondan sonra fasiləyə baxaq. Növbəti indi hansı məsələyə baxacaq? İyə baxdıq. Növbəti n məsələsidir. Hə. Bu məsələ. Bu RFA da düşmüşdü, nə baxsa. Yaxşı greedy məsələdir məncə. Hə, əsas bu məsələdən sonra fasilə olar. Yaxşı. Baxaq. Bu məsələ nə deyir? Əslində bunun Olimpidə baxsaq hələ Azərbaycanca şərtlər var. Hə, görürsünüz. Mikrofon sıqal. Yaran belə səs gəlir arxadan. Hə, tamam.
Bizə deyir ki, deməli, n gün var və 2 n dənə də şokolad var, belə deyək. Hər bir şokoladı biz axşam yeyə bilərik, ya da ki, səhər də yeyə bilərik. Yox, belə deyim. Biz hər səhər bir dənə şokolad yeməliyik. Hər axşam da bir dənə şokolad yeməliyik bu n gün ərzində. Və ümumilikdə bizim 2n dənə şokoladımız var. Yəni bu n gün ərzində bütün şokoladları yeyib qurtaracaq. Hə, amma ki hər bir şokoladın necə deyirlər onu? Bir dənə baxım, axşam yeyəcək. Hə, hər bir şokolad bizə fərqli enerji verir. Səhər yeyəndə fərqli cür enerji verəcək, ya da axşam yeyəndə isə fərqli enerji verəcək. Və verdiyi enerji də prosta bir dənə rəqəmdir. Okay, biz indi şokoladları elə yemək istəyirik ki, axırda bizə verdiyi enerjilərin cəmi maksimum olsun. Məsəl üçün, burada bizdə bir gün var və 2 dənə şokolad olacaqdır bir gün olduğuna görə. Bu şokolada baxsaq, səhər yeyiləndə 5 verir, axşam yeyiləndə 6 verir. İkincisinə baxsaq, səhər yeyiləndə 4, axşam yeyiləndə isə 3 verir. İndi biz nə edə bilərik? Bizim əlimizdə də bir dənə gün var. Okay, onda həmin günün səhəri götürüb ikinci şokoladı yeyə bilərik. Həmin günün səhəri ikinci şokoladı isə burada bizə 4 enerji verəcək. Axşamı isə birinci şokoladı yeyə bilərik. O da bizə 6 enerji verəcək. Ümumilikdə yəni 4 plus 6 o da eləyəcək 10. Okay. İndi ikinci test case'ə baxsaq, bu biraz daha qəzdir. Yəni 2 gün var, əlimizdə ona görə 4 dənə şokolad var. Necə eləyə bilərik burada? Burada belə eləmək olar yəqin ki. Bir dənə baxım. Birinci günün səhəri götürüb gəlin bunu şey atım. Birinci günün səhəri bunu yeyə bilərik. Yəni ikinci şokoladı yeyə bilərik. Səhəri ikinci şokoladı yeyəndə onda bizə 7 enerji gəlir. Birinci günün axşamı hansını yesək burada daha optimaldır. Birinci günün axşamı tutalım bunu yeyək. Maksimallaşdırmaq istəyiriksə. İkinci günün səhəri bunu yeyək. İkinci günün axşamı da bunu yeyək. Ümumilikdə nə qədər oldu? 32 oldu desən, hə? Ha, 32. Yəni belə optimal cavabı tapdıq. Okay. Tamam. Sualın şərt aydındır. Bəli. Bəli. Tamam. Bəli. Tamam. Bir şey soracaklarım. Aha. Ya orada 11'i niye götürmedi? O 11'i 11'i götürməyi, çünki bunu səhər yedik bu şokoladı. Bu şokoladı axşam yesəydi, onda 11'i götürəcəkdik. ne var? Okay. Yəni biz belə elədik, səhər bunu yedik, sonra onun axşamı bunu yedik, sonra təzədən səhər bunu yedik, axşam bunu yedik. Başqa cür yesəydi, yəqin okay, burada 11'i götürərdim, amma burada daha zəif bir enerji götürərdim deyə daha pis olardı yəqin ki. Yəni bu şokoladı axşama saxlasam axırı pis olacaq, yəni axırı daha az enerji alacaq. Belə deyim. Yəni qısası belə səhər axşam temasındansa belə də başa düşə bilərik məsələni. Biz əslində burada birinci sıradan ümumilikdə bizə tutaq ki 2n dənə sətr olacaq da bizdə, hə, 2 dənə şokolad var. Biz belə fərzləyə bilərsiniz ki, biz əslində hər bir sütundan n dənə götürməliyik. Demirəm, hər bir sütundan n dənə ədəd götürməliyəm və hər bir sətirdən də bir dənə ədəd götürməliyəm. Yəni elə fərzləyə bilərsiniz və bu qaydalara əsasən maksimum sayda ədəd götürmək istəyirəm. Okay? Hər bir sütundan n dənə, hər bir sətirdən isə bir dənə. Okay, yəni bir sətirdən 2 dənə götürə bilmərəm və yaxud bir sətr boş saxlaya bilmərəm və hər bir sütundan da n olacaq. Və o qaydalar baxsaq, ona burada 11'i götürmək o qədər yaxşı olmaya bilər. Yəni belə bir şey eləyə bilərdik. 11, 9, 7, 3. Amma belə olsa daha pis olur. Belə olsa ümumi 30 olur desən, hə? Daha azdır 32-dən. Belə götürsək daha yaxşıdır.
Belə götürsək maksimumdur. Tamam. Tamam. İndi bunu fikirləşməyə də vaxt verə bilərəm, amma biraz həll yolu çətindir. Aa, Müəllim, uşaq üçün fasilə olacaq. necə? Nədir fəsil olacaq? Şu nə vaxt fasilə olacaq? Nə vaxt fasilə olacaq dedin? Necə? Səsin yaxşı gəlmədi. Aa, bu sualdan sonra fasilə deyəcək. Necə 10 dəqiqə olar da. 10 dəqiqədən çox. 10 dəqiqə fasilə olacaq. Tamam. Deməli. İndi bunun həll yolu nədir? Yaxşı. Belə fərzləyək də. Okay, o məsələn şey dediyim də aydındır. Hər sütundan n dənə götürməliyəm. Hər sətirdən bir dənə götürməliyəm. Axırda maksimum olsun. Əslində məsələ ona gəlir. O aydınsa, indi belə bir şey fərz eləyin. İlk başda mən hamısını birinci sütuna götürmüşəm. Hamısını birinci sütuna götürmüşəm. Okay, indi bəzilərini dəyişdirməliyəm də mən. Bəzilərini hələ bir keçirməliyəm sağa doğru. Yəni hamısını birinci sütuna götürə bilmərəm də. İndi sizcə hansılarını burada keçirmək daha yaxşı olar? Hansılarını ikinci sütuna keçirmək daha yaxşı olar? Aralarındakı fərqi daha az olanı. Aralarındakı fərqi daha az olanı. Yəni daha düsturla desək şey kimi baxa bilərik. Daha az. İndi baxır necə hesablamısan, daha az, daha çox ona əsaslandır. Yəni məsələn şey kimi hesablaya bilərik. İkincisi çıxılsın birincisi kimi baxsaq, onda arasındakı fərq ən çox olanları götürəcəyik. Amma birincisi çıxılsın ikincisi kimi baxsaq, onda arasındakı fərq bu minimum daha az olanları götürəcəyik. Yəni düzdür. Yəni şey kimi də sağa keçirdəndə hansı bizim cavabı daha çox artırırsa, onu eləyərik. Məsəl üçün bu birincisini sağa keçirsək, burada cavabımızı 3% artıracaq. İkincisini burada sağa keçirsək, cavabımızı 6% azaldacaq. Üçüncüsünü keçirsək, cavabımızı 5% artıracaq. Axırıncısını keçirsək, cavabımızı 1% artıracaq. Və biz ümumilikdə burada indi 2 dənəsini seçməliyik ki, sağa keçirdək. Və əlbəttə ki, hansılarını seçərik? Cavabımızı ən çox artıranları. Ona görə də bir dənə bunu seçib sağa ataram, bir də bunu seçib sağa ataram. Yəni belə bir şey olacaq. 3 4 bunlar keçəcək 6-ya, bu keçəcək 9-a. Belə olacaq. Axırı. Okay, yəni ideya budur. Burası ilk öncə fərz edirik ki, hamısını da birincisindən götürdük və ondan sonra deyirik ki, okay, sağa keçirmək üçün baxırıq. Sağa keçirdəndə cavabımız nə qədər artır? Hər bir şey üçün, hər bir şokolad üçün ona hesablayırıq ki, cavabımız nə qədər artacaq sağa keçirsək. Və sonra sort deyib cavabımızı artıranların arasında ən böyük n dənəsini götürəcəyik. Müəllim, indi mən bunu belə başa düşdüm. Burada neçə də bizim düşdüyümüz varsa ikili, onların hamısını sortlayacağıq və böyük olanları götürəcəyik. Amma iki tərəfdə də bərabər sayda olmalıdır. Həm axşam, həm gündüz. Müəllim, bəs siz orada yazmışsınız 36, üstə gəl 3, üstə gəl 3 nə görə yazmışsınız? 36 deyil bu. Bu pairdir, yəni biri 3-dür, biri 6-dır. 7 1. Plus 3 ona görə yazmışam ki, mən burada 3-ü seçmişəm də bu şokoladda. Hər bir şokoladdan, hər bir sıradan dilində bir dənəsini seçməliyəm. Mən burada soldakını seçmişəm 3-ü. Bu plus 3 şey göstərir prosta. Mən bu 3 yerdən 6-ya keçsəm, yəni 3-ü seçməyib 6-nı seçsəm, cavabım nə qədər dəyişər? Burada görünür də 3-dən 6-ya keçsəm cavab 3% artacaq. 7-dən 1-ə keçsəm cavab 6% azalacaq. Yəni -6. 4-dən 9-a keçmək 5 vahid artacaq. Artacaq. Ondan 11-ə keçmək 1% artacaq. Belə hər biri üçün onu hesablayıram ki, nə qədər artacaq əgər sağa keçirsəm. Okay. Belə.
Və ilk başda deyirəm ki, ancaq soldaçları götürmüşəm. Bu arada yəni pairləri falan sortlamaq yoxdur. Yəni pairləri sortlamaq falan yoxdur. Orada bilməm kim idi. Yəni orada pair falan sortlamırıq. İlk başda prosta deyirik ki, bütün pairlər üzrə soldaçlarını götürəcəm. Ancaq soldaçlarını götürəcəm. Okay, və ondan sonra və dedik axı, sən məsələn şərtinə uyğun olaraq mən hər bir sütundan tam olaraq n dənə götürməliyəm. Yəni burada n 2-dir. Hər bir sütundan 2 dənə götürməliyəm. Hə. Ona görə hamısını birinci sütuna götürməliyəm də, bəzilərini dəyişdirməliyəm sağa. Hə, ona görə də prosta hesablayıram ki, dəyişdirəndə sağa nə qədər cavabıma təsir eləyəcək, yəni nə qədər artacaq cavab və yaxud nə qədər azalacaq cavab. Yəni azarsa mənfidir. Hə. Hansı daha çox dəyişdirsə onu götürməliyəm. Ona görə də bu dəyişimləri götürürəm. Bu dəyişimləri. Yəni 3, -6, 5, 1. Bunları götürürəm və bunları sort eləyirəm. Və bunları sort edəndən sonra ən böyük n dənəsini götürürəm və cavabını üstünə yazıram. Belə. Yəni ən böyük n dənəsi burada biri +5-dir, biri +3-dür. Yəni bunları prosta cavabını üstünə yazmaq lazımdır. Okay, belə. Onda nə oldu? Kodunu göstərim. Aa, 9 nədir? 9 prosta bu şakaldı axşam hissəyə nə qədər enerji yazıydı. Mən də məsələn elə bir 6 və 7 rəqəmləri götürürəm. Orada 6 şey dərəlirəm. O 7-dən də sonra siz necə yazmışsınız? 4, 9 üstəgəl 5. Mən də yazmışam 6, 7 üstəgəl 1. Hə, başlanıza 6 seçmişdi. 7-yə keçsəm +1 olacaq. Bu siz deyir ki, bu nədir? Hə. Benim orada elindeydi, ona göre nasıl işledim. Elimdeydi, xarab oldu, geldim. Bağışlayın, kesin fikir vermesin. Tamam. Şimdi koda baxsaq, n-i götürürəm. Bir şey hesablaya bilməm. Burada vektor yaradıram bir dənə v. V vektoru bu bizdə şeylər saxlayacaq. Artımlar saxlayacaq. Artımları oraya yazıram. Bir də cavabım olur answer. Okay. Bizdə neçə dənə idi? 2 vur n dənə şey var idi də. Adı nədir? Burada da 2 vur n götürək. 2 vur n. Siz orada yazmışsınız üstəgəl. Bəs i üstəgəl. Budur belə. Bu Fərq yoxdur. üstəgəl ilə nə fərq var? Fərq yoxdur. Fərq yoxdur. Bu halda fərq yoxdur. Mən prosta belə alışmışam yazmağa. Okay. AB-ni hər bir şəkaldının burada A-sını bir də B-sini girişdə almışam. A soldakıdır, B də sağdakıdır elə. Hə. İndi deyirəm ki, soldakıların hamısını götürmək qərarım var da mənim, hə? İlk başda soldakı hamısını götürürəm. Soldakını götürürəm deyə answerımı əlavə edeyim onları. Okay. Hə, və amma ki, belə bir şey də var. Və dedim ki, hər bir üçün bir də cavabın dəyişimini hesablayıram. Əgər sağdakını götürsəm, cavabım nə qədər dəyişəcək. O da B çıxadı da, hə? B çıxar. Sağdakının qiyməti çıxsın soldakının qiyməti. Okay, indi bunları da alandan sonra cavab dəyişimləri nə edirəm? Bu cavab dəyişimlərini sortlayıram hamısını. V.begin, V.n. Əslində burada tərsinə sortlasam daha yaxşıdır. Tərsinə sortlamaq üçün yazan comparator yaza bilərik ya da ki sortlayıb reverse-ləmək olar. Sortlayıb fırlatsaq, əlbəttə tərsinə sortlamış olacaq da. Ya da heç düzünə sortlayıb axırdan da götürə bilərik. Hər gəlin belə eləyək. Düzünə sortlayaq. Hə. Düzünə sortlayan sonra dedi ki, ən böyük n dənəsini götürəcəm və onları cavabımın üstünə gələcəm. Hə. Ən böyük n dənəsini götürmək üçün də i-ni başladıram buradan n-dən 2 vur n-ə qədər. Və cavabımın üstünə gəlirəm burada. V i-ni. Burada siyahət answer. Müəllim, bəs siz o tapşırıqları
Biz də atacaqsınız. Biz də ərədə baxıldı. Tapşırıqları dərsdən sonra atacağım onu. Ya da fasilədə ata bilərəm. Şey, vizit qrup necə? İndi saat 10:03'dür. Fasilə haçan başlayacaq? Bu məsələdən sonra indi başlayacaq. Ha. Tamam. Okey. Bu aydındır. Bunun həlli. Mod falan. Bəli. Hı -hı. Tamam. Növbəti hansı suallara biz baxacağıq? Okey. Ya baxın. Hı. Ha, okey, yaxşı suallardır. Hı -hı. Nasıl? Ha, tamam. Baş fasiləyə əsəb bilmirəm. Sualların hamısında çatdırarıq bunu. Özümdə fikir verdim. Biraz çoxlar. Amma hə, uzaq bir gəlin dərs baxarıq ya. Tamam, yaxşı onda hər iki fasilə verək. 10 dəqiqə. 10 dəqiqə fasilə. Məzmunlar bir sual verin. Aha. Mən bir dənə fiksasiya girə bilər, şorta deyil. Aha. Burada nümunə verir cavablar. Orada olan şeyler var ya. Bak burada üstte bir yazılı rəqəmlər. Birinci sırada. 4, 10. Aha. Ha. Bir hamısı nədir? Məsələn, burada yazır 8, 9, 5, 3, 4. Onlar yəni el yazırlar. Onlar nədir? Bu rəqəmlər bizə verilən inputdur da buna əsasən. Hər bir məsələ fərqli olur. Yəni ki, məsəl üçün bizim baxdığımız bu ilk məsələ F məsələsində deyir ki, sənə bu formatda verəcəm. Birinci n-i verəcəm, k-nı verəcəm, sonra da ədədləri verəcəm. NK bir də onlar da şeyli məsələdə izah edir də nələrdir. Sən burada birinci n-i verir, sonra k-nı verir, sonra da ədədləri verir bizdə. Başları. Tamam, tutun. Yəni input əsası. De. Ben davam edeyim. Oldu mən. Yaxşı, indi suala baxırıq. Ha, W. Tamam. Sual nə deyir? Deyir ki, deməli bizdə n dənə item var. Recording başlatdım. Ha. Deyir ki, n dənə item var. Hər bir itemın da price'ı var. Bizim əlimizdə kupon var və m dənə kupon var ümumiyyətlə. Və tutaq ki, qiyməti x olan bir əşyaya y dənə kupon işlətsək əgər, onda biz x bölünsün 2 üstü y pul verməli olacaq. Yəni qiyməti düşür, x bölünsün 2 üstü y. Yəni belə də fikirləşə bilərsiniz ki, hər bir kupon 2 dəfə azaldır qiymətini. Minimum amount of money required to buy all the items. Minimum nə qədər pul lazımdır ki, bütün itemları alaq. Məsələn, burada necə bir şey deyirik? Bura baxsaq, burada n dənə ədəd verir. Yəni n dənə item var. Bizim də m dənə kupon var. Yəni 3 dənə kupon var burada, 3 dənə də item var. Bu da itemların hər birinin kostudur. Okay, 3 dənə kupon varsa biz nə edə bilərik? Deməli, yəqin ki 2 dənə kuponu işlədək 13-ün üstündə. 2 dənə kupon 13 üstündə işləsək nə olacaq? 4-ə bölürük də bunu. 4-ə bölsək eləyir 3. 4-ə bölüb aşağı doğru vərəqləşdirir deyəsən. Yoxsa bir də baxım. Down to nearest ki, aşağı doğru vərəqləşdiririk. 4-ə böləndə eləyəcək 3. Bunun üstünə bir dənə kupon işləyə bilərəm. Bunun qiyməti düşəcək 4-ə. Deməli qiymətlər olacaq 2, 3, 4. Kuponlardan sonra və ümumi 9 pul xərcləməliyəm ki, hamısını alım. Okay, sonra burada 4 dənə kuponum var. Nə edə bilərəm burada? Deyəcəm 2 dənə kupon bunun üstünə.
Bir kupon buna, bir kupon da buna. Yəqin ki. Elə bir şey eləsəm düz olar. Burada 1, 2, 1, burada 2. Proseslər olacaq. 1, 2, 1, 2. Ümumi 6 edir, düzdür onda. Bunun üstə 2 kupon, buna 1 kupon, buna da 1 kupon işlədərəm. Tamam, sualın şərti belədir. Aydındır şərti. B. Tamam. Burada okey, greedy məntiq nədir ümumiyyətlə burada? Greedy olaraq. Yəni ən yaxşı option əlimizdə nə olar? Onsuz greedy məntiq odur. Yəni ən yaxşı eləyə biləcəyimiz şey. Bəli, başqa nedir? Necə? Greedy. Greedy nədir? Greedy demək mövzunu greedydir. Belə greedy tam olaraq bir yolu yoxdur dediyim kimi, prosta fikirləşmə bir yoldur. Hər məsələdə fərqlidir. Bu məsələdə greedy sadəcə belə baxa bilər ki, optimal nə eləyə biləriksə, yəni optimal nə eləyə bilərsə, onu birbaşa tapırıq da elə bil ki. Bu məsələdə, məsələn, kupon xərcləməyə gələ bilər məsələ, hə? Kupon xərcləməliyik. Hansı əşyanın üstündə kupon xərcləməyə məntiqli olar? Yəni hansı da ən yaxşı olar? Sizcə? Qiyməti 2-yə bölürük də. Bax 2 var, 13 var, 8 var. Əlimdə əgər bir dənə kupon olsa hansının üstünə işlərdim? Əlbəttə 13-ün üstünə, hə? Çünki 13 daha çox azalar da. Böl 2 deyirəm hər dəfə. Bir kupon işlətmək böl 2 eləməkdir. Hə, ya bunu böl 2 eləyərdim. Okey, yəni onda görünür ki, kuponu həmişə işlədirəmsə, məntiqlə qiyməti ən böyük olanın üstündə işlədərəm. Tamam. Onda mənim əlimdə M dənə kupon var. Onda hər dəfə məntiq belə olmalıdır. Həmişə ən böyük, ən bahalı əşyanı götürərəm, onun qiymətini 2-yə bölərəm. Yəni belə. M dəfə bu prosesi eləyərəm. Həmişə ən bahalısını tapıram, bölürəm 2. Bahalısını tapıram, bölürəm 2. Bu prosesi təkrarlamaq lazımdır. Amma ki, bunu əlbəttə brute force eləsək, gec olacaqdır. Hər dəfə başdan maksimumu tapıb bölsəm 2-yə, çox gec olur. N vur M olacaq. Time complexity. Time complexity M vur M olacaq. Çünki M dəfə, hər dəfə mən maksimum tapmalıyam. Bu maksimumu tapmaq hissəsi o N-dir. Hər dəfə bunu eləmək lazımdır. O da gec olur. Bunu sürətləndirmək üçün bizə hansı bir data structure lazımdır. Yəqin əvvəlki dərslərdə keçmişdik, mən bilirəm. Purtq, set, belə şeylər keçmişdik də, hə. Məsəl üçün bu məsələdə purtq yaxşı olardı. Çünki bizə lazım olan nədir? Həmişə ən böyük tapmaqdır və purtq da ən böyük saxlayır da ən yuxarıda. Ona görə purtq-dan istifadə edə bilərik bu məsələdə. Deməli, bir dənə purtq-imiz olacaq və davamlı bunu təkrarlayacağıq. Purtq-nin ən yuxarıdakı elementini götürəcəyik, böləcəyik 2-yə və purtq-yə təzədən əlavə edəcəyik. Okay, belə. Bu prosesi M dəfə edirik və axırda purtq-də qalan elementləri də cəmləyəcəyik və o bizim pulumuz olacaq. Yəni cavab aldıq. Tamam olar. Okey, həll ideyası belədir. Həll ideyası aydındırsa. Bəli. Tamam. Bu arada sözüm set keçəndə siz lower bound, upper bound onları keçsiniz. Yoxsa yox? Xeyr, müəllim. Okey. Çünki burada bu sualların bəziləri lower bound, upper bound idi. Bu yox, amma bəzər. Məndən M-i aldım, array-im var bir dənə. Hə, array tez yoxdur, birbaşa purtq-dan istifadə edə bilərik. Prior. Asil yaki. Bir də Priority nədir? purtq keçməmisiniz. Yox. Məncə topiklər arasında purtq də olmalıdır buna əvvəlki dərslərdə. Bir baxım.
Set map'ten sonra priority queue, stack queue, priority queue. Ha, bunlar vəzi keçirməliydi. Müəllim səhv keçmişik. Bilirəm amma stacklə yaxşı Ben stack. Fiorentina dekriyle kesmiştim. Onda okey, priority queue bilmirsə. Yaxşı, set bəs set operationlarını bilirsiniz, setdən silmək, setdən ən böyük elementi götürmək falan. Onları bilirsiniz bəs. Bilirim. Okey, onları keçmişsə onun deyə bilər, yəni priority queue olması olar. Çünki set həmişə priority queue-ni əvəz edə bilir. Setlə deyə bilərik. Set deyəndə burada artıq multiset lazımdır. Multiset deyəcək keçərsinizsə, set keçmişsə. Ha, multiset də prosta set nə şeydir? Prosta bir elementi bir neçə dəfə saxlaya bilir. Yəni setdə normalda bütün elementlər fərqli olmalıdır, amma multisetdə eyni elementlər də ola bilər. Onda okey, multiset götürək. Multiset. Və ilk başda bütün elementlərimizi əlavə edək biz multisetə. Okey, indi M dəfə bu prosesi təkrar edəcəm. M dəfə mən bu multisetimdən ən böyük elementi götürəcəm, böləcəm 2-yə. Davamlı şəkildə. M dəfə təkrarlayıram. Okey, ilk öncə multisetdən ən böyük elementi götürməyə baxaq. MX deyək ona. Onu necə götürürük ən böyük elementi multisetdən? Multisetdən ən böyük. Müəllim multisetdə onsuz da sortlanmış olur. Aha. Ən axırıncı da götürürük. Ən axırıncı. Set ancaq bir dənəsini götürmürsə, Mən axırıncıdan bir əvvəlki deyəsən. Bəli, enddən bir əvvəlkini götürürük ən sisi. S.N setin axırıdır. X nədir MX? MX prosta dəyişən təzə yazmışam. Yəni ən böyük element. Setin içərisində ən böyük element. Onu MX-ə yazacağam. MX-də yadda saxlayacağam. Hə, S.N düzdür. Ən axırıncısını göstərir, ən axırıncısı və bundan bir dənə əvvəlki bizə setin axırıncı elementini göstərəcək. Hə, S.N bir axırıncıdan sonrakini göstərir. Yəni fikirləşə bilərsiniz. Okey, yaxşı. Bəzi yaxşı, axırıncıdan əvvəlki. Bunu bir yerdə necə əvvəlkini götürüm? S.N-dən əvvəlkini. Necə götürə bilərəm? Okey. Şey eləyə bilərsiniz. Prosta çıx-çıx Siz yazabilirsiniz. orada yazmışsınız, bəs out aşağıya yazacaq. Nə vaxt? Söz Sağ cavabı olun. Nədən sonra yazacaqsınız ya? cavabı hesablayım, ondan sonra yazacağam. Hələ cavab bilmirəm axı. Çıxışa bir dənə də verirəm də onsuz da mən. Hələ cavabı hesablamamışam, ara səhv yazıram. Ha. S.End ən axırından sonrakini göstərirdi, axırıncı elementdən sonrakini. Çıx-çıx yazsaq elə bunun qabağına, o elə azaldır. Yəni bir vahid daha sual çəkir və artıq çıx-çıx S.End axırıncı elementin üstündə olur. Mən axırıncı element nədir? Onu tapmaq istəyirəm deyə götürüb şey eləyəcəm. Axırıncı elementin özü lazımdır deyə bir dənə ulduz qoyuram yanına ki, götürüm ən böyük elementi. Belə yazmaq olar. Okey. Setdən ən böyük elementi götürürüm. S nədir? Set. Multiset. Okey. Ha, ən axırıncı elementi götürdüm. İndi mən setə prosta bu max böl 2-ni daxil eləmək istəyirəm təzədən. Prosta setin içərisində hələ də bu maxın özü dayanıb. Mən şey eləmək istəyirəm. Bu maxın özünü bir dəfə silmək istəyirəm. Yəni bu oje əvvəlki versiyadır da. Setdən silmək istəyirəm və təzəsin max böl 2-ni insert eləmək istəyirəm. Yəni belə. Məsəl üçün example-a baxsaq. 3 dənə kuponum olanda belə bir şey eləmək istəyirəm. Setimdə ilk başda olacaq 2, 8, 13 sorted sırada. 13-ü götürmək istəyirəm.
Deməli belə bir şey edirəm. 13-ün özünü silirəm multisetimdən. 13-ün yarısını ama 13 bölü 2'ni ama setə əlavə edirəm. 13 bölü 2 neçə eləyəcək? Eləyəcək orada 6. 6 əlavə olunur. 6 əlavə olunanda 2 ilə 8-in burada arasına əlavə olunacaq. B olacaq bizim əri. Bu prosesini davamlı eləyəcəm də. Tutaq ki, maksimum element götürürəm 8-dir. 8-i 8-i silirəm. Bölü 2'sini insert edirəm. Yəni 4 insert edəcək bura. 2, 4, 6. Sonra təzədən 6 götürürəm, bölü 2 edirəm, insert edirəm. Yəni proses budur. Ən böyük elementi götür, böyük elementi sil, yarısını əlavə edə. Okay. Okay, mən də ən böyük elementi götürdüm. İndi qaldı ən böyük elementi silmək. Ən böyük elementi silmək üçün st.erase-dən istifadə etməliyəm. st.erase hələ çıx st.end yazsam işləyəcək bu. Çıx st.end işləyəcək. Evet yazıcı bir daha şey silir. Aha, iterator verirəm burada, iterator verirəm, onu silir. Amma s.erase mx yaza bilərdim, amma bu səhvdir, çünki erase'nin içərisinə bir dənə elementi verəndə, mx touch verəndə, bu mx'in bütün mx'ləri siləcək. Tutaq ki, məndə maksimum element 13 idi, amma ki multisetdir deyə, multisetdə 13-dən bir neçə dənə ola bilər də, 13-dən tutaq ki 5 dənə idi. Mən indi s.erase 13 siləyəndə o 5 dənə 13-ün hamısını siləcək erase. Amma mənə o lazım deyil də, hamısını silmək lazım deyil. Mənə bir dənəsini silmək lazımdır. Ona görə belə yazıram. Çıxılsın s.end. Belə eləyəndə spesifik, yəni bu iterator-da, yəni iterator verirəm ki, bunu sil, bu elementi sil. Axırıncı elementi sil. Burada onu deyirəm burada. Okay. Getdi. İndi sildim. İndi təzədən setə insert edirəm bu max'ın yarısını. Okay. Max'ın yarısını insert elədim. Bunu m dəfə bunu təkrarlayıram. Kuponları belə işlədirəm. Yəni greedy idea o idi ki, həmişə ən böyüyünə basmaq, yəni daha yaxşı kuponu. Belə işləyəcək. Bəli. Sən qaldırdı. İndi bitəcəmi bilmirəm. Biraz bundan sonra bir dənə sual baxa bilərik bəlkə. Biraz da suala baxa bilərik. Okay. Heç indi cavabı hesablayaq. Cavab nədir? Prosta setimizdə qalan ədədlərin cəmi. Setimizin hər bir elementin qiyməti yazılıb da. Prosta onları cəmləmək lazımdır. Onu da belə eləyə bilərik. Prosta setin elementlərin üstündən keçək və set answerımızı əlavə edək. Set answer. Okay, bunu bir yoxlayaq. Altı 0 düz verir. Belə. Yaxşı. Ondan sonra hansı məsələ var idi? Bir də baxın, mən burada bəziləri Lorbandan idi. Əslində Lorbandan yaxşı məsələlər var. W idi. Sonra növbəti olaraq S missing qoysam. Yaxşı, vaxtımız da çox deyil. Bəlkə yaxşı məsələlərə baxaq da buradan. S ötürürəm, S özünüz tapmağa çalışarsınız. Z-də baxaq. Bu əslində daha çox greedy, əslində greedy gələr. Yəqin ki bunu. Məsələ nə deyir deməli? Bizə bir dənə M verir, bir dənə K verir, bir də array verir. Və deyir ki, bütün bu prefikslər üçün, prefiks dediyim yəni başlanğıcdan başlayan bu aralıqlar, bunlar prefikslərdir. Okay. Bütün bunlar üçün K-nıncı ən böyük ədədi tapmaq istəyir. K-nıncı ən böyük. O sırada bir də baxım. Case principle, K-nıncı böyük elementi tapmaq istəyir. Məsəl üçün
Və əlbəttə aralığımızın uzunluğu ən az k olmalıdır. Çünki aralıqda ən az k dənə olmalıdır da element ki k-nısını tapa bilək. Məsəl üçün ilk baxacağımız aralıq budur. 3, 7, 2, 5, 11. Burada k-nıncı ən böyüyü olacaq. Neçə? 2 olacaq da, hə. Burada 5 bizə k 5 verib. 5-ci ən böyük. 5-ci böyük element burada 2-dir. Okay, ona görə cavab olacaq bu aralıq üçün 2. Bunu buraya yazıram. Sonra növbəti olaraq bura baxırıq. Burada indi k-nıncı, yəni 5-ci ən böyük hansı olacaq? Burada olacaq 3. Yəni fikir versə sıralasaq 11 ən böyük birincidir, 7 ən böyük ikincidir, 6 üçüncüdür, 5 dördüncüdür, 3 isə 5-ci olacaq. Ona görə də cavab 3-dür burada. Okay, növbəti aralıqlara da baxsaq, indi bu aralığa baxsaq, burada da 3 olacaq. İndi burada qutan aralığa baxsaq, burada artıq mən bilən artmalıdır. Olacaq 5 deyəsən, hə? 5'dir. Yəni burada olsa yazıb 6, 7, 7. Yəni hər bir aralığın prosesdə yəni ən böyük k-nıncı elementi hesablamağımızı istəyir. Belə. Yaxşı. Şərt aydındır. Bəli. Bu da çox belə sortingə aiddir. Greedy bilmirəm nə qədər olur greedy. Tamam, Fərid. Qaldırdın. Ben kaldırmıştım ki bana ayrıldı. Neyirsən? Bir də səsən söyləyən. Hadi. Tamam. Yaxşı. İndi bunun həllinə baxsaq, necə bir şey olacaq? Şey deyək. Biz həmişə prosta mikrofona bağlı səslər. Hə, tamam. Hə. Yerdə. Sadəcə bir şey eləməyə çalışaq. Sola sağa doğru gedək və həmişə ən böyük k dənə ədədi multisetdə saxlamağa çalışaq. Yəni ideya budur. Ən böyük k dənə ədədi multisetdə saxlamağa çalışaq. Və belə olanda görürük ki, ən böyük k dənə element multisetdədirsə əgər, multisetin ən kiçik elementinə baxsaq bizim cavab o olacaq da, hə? Multisetin ən kiçik elementi də prosta ən birinci elementdir, ona baxa bilirik. Hə? Prosta nə ideya odur? Həmişə multisetimizdə k dənə ən böyük ədədləri saxlamaq. Və onu da necə eləyə bilərik? İlk öncə burada k dənəsi var. Bunların hamısını biz öz multisetimizə əlavə eləmək olar. Mikrofonu yoxsa bağlayayım. Hə. Okay. Okay. Bir də olsa yəni remove from the call. İki, 3, 5, 7, 11. İlk öncə multisetimizdə bu elementləri atırıq. Sort sıra saxlayacaq əlbəttə ki. Multisetimizdə ən kiçik elementinə baxırıq 2-dir. Bunun cavabını yazırıq ki 2-dir. Sonra indi buradan hesablamaq istəyirik də, hə, bu hissədə. İndi təzə element gəlir bizdə 6. Biz 6-nı da multisetə insert edirik. 6-nı. Amma biz deyik ki, multisetimiz bizdə ən böyük k dənə elementi saxlamalıdır, hə? Götürüb indi multisetimizin indi sayı k-nı keçdi. Multisetimizdə isə element var. 6 element var. Və belə olanda prosta multisetimizin ilk elementini götürüb silirik. 2-ni buradan siləcəm. Və beləliklə mən ən böyük yenə də k dənə element multisetdədir.
6 gələndən sonra. İndi təzədən multisetimin başına baxıram, 3-dür. 3 əlavə edirəm. Sonra baxaq indi bura təzə element gəlir 1. 1-i insert eləyirəm. İndi təzədən multisetin məndə K+1 dənə element var. K dənə yoxdur. Təzədən multisetdəki ən kiçik elementi istəyirəm. Hələ silinən şey 1-in özü olacaq. Və belə olanda yenə də ən böyük K dənə element multisetdədir. Multisetin başına baxıram 3-dür. Cavabı yazıram. Sonra gəlir 9. Buradan baxırıq. 9 əlavə edirəm. 9 bura əlavə olunacaq və ən kiçik elementi silirəm. 3 silinəcək burada. Və multisetin başına baxıram 5-dir. Okey, yəni belə davam edirik prosta. Soldan sağa gedirik, təzə element gələndə əlavə edirik və həmişə ən kiçiyini silirəm. Və həmişə də multisetin başındakı element mənim cavabım var. Belə. Görünür ki, belə eləyəndə həmişə multisetdə K dənə ən böyük qalacaq. Dərs indilərdə bitəcək bu sualdan sonra. Ya da bundan sonra bəlkə bir suala baxdıq. Lower bilmirsiniz deyə burada bir neçə sual yəni bitirməliyəm. Tamam. İndi yazaq kodum bunun. NK. Bir də array'miz var bizim. Girişdən alıram array'i. İndi nə eləyəcəm? Hə, K da var idi bizdə. Hə, bir də multiset götürürəm. Multiset int st. Və multisetə ilk öncə dediyim kimi ilk K dənə elementin hamısını əlavə edəcəm. Set yox. Insert array i. Okay. İndi ilk K dənə element üçün cavabı çıxışa verirəm burada. Cout prosta setin ilk elementini çıxışa verməlidir. S.begin'i çıxışa verəcək. Ulduzla. Okay, bundan sonraki indekslər üçün amma, yəni K-nın indeksindən başlayıb axıra qədər, n-ə qədər bu alqoritmi deyirəm. İndi setə insert edirəm təzə elementi. İndi setimin sayı keçicidə K-nı. Setdən ən kiçik elementi silirəm. S.erase, S.begin. Sonra çıxışa yenə də setin ilk başında olan elementi çıxışa verirəm. Bu işləməlidir indi. 2, 3, 3, 5, 6, 7, 7. Aha, işləyir. Müəllim dərs alacam, bir də deyim. Yenə də eşitmədim. Güzəc qrupuna əlavə edəcəm dərsin sonra. Kötü at kodur submit qəbul edir indi. Submitted. Keçdi bu. Judging neydi ki orada? Yazmış ki judging. Judging prosta testləri yoxlayır orada. Sən bal verir. Yəni bir sənə. Neçəsi keçdi falan. Yəni, testləri yoxlamaq hissəsi judgingdir. Məsələn 28-də 28 yazır. Deməli arxada 28 dənə test var idi. 28-ni keçdi. O prosta testləri yoxlayanda judge edir. Tamam. Deməli Z sualı idi baxdığımız. Bundan sonra baxacağımız əslində fikirləşirdim nəyə. Buna baxarıq. Bunun üçün lower bound bilmək lazımdır. AD. Bu üçün lower bound bilməli deyilik əslində. Amma bu məsələ saxlamaq da olar. X. Bu məsələdə əslində çox da useful deyil. Maraqçını əlavə eləmişdim. Bilmirəm, qalda bilər. Çıxarda da bilərəm bu məsələni. Yaxşı, onda kontesti yükləyərəm. Məncə bu günlük yekunlaşdıraq dərsə.
Kontesti qoyaram widget qrupu. Tamam, nəsə başqa sualınız var? Xeyr,